Salam dəyərli izləyicilər. Bugün sizinlə Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi 5 ballıq sualın izahına baxacağıq. Deməli, büdcə təşkilatı üzrə 31-12-2013-cü il üzrə bəzi hesabların qalıqları verilir bizim üçün. Bizdən burada nəyi tələb edir? Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatda material və əmək haqqı xərcini qeyd edin. Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatda amortisasiya və sair xərcləri qeyd edin və maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatda cəmi gəlirləri qeyd edin. Biz bilirik ki, maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat nədən ibarətdir? Gəlirlər və xərclərdən. Gəlirlərimizə baxsaq, bizim varımızdır qeyri-kommersiya gəliri, kommersiya gəlirimiz var və sair gəlir. Və sonda cəmi gəlirləri qeyd edirik. Və digər bir hissəmiz isə xərclərdən ibarətdir. Xərclərdə də eyni qayda olaraq əmək haqqı xərci var, material xərci var və amortisasiya xərci və sair xərclər. Ən sonda cəmi xərclər və yekunda mənfəət, mötərizədə zərər. Yəni müsbətsə mənfəət olacaq, mənfidirsə zərərimiz olacaq bizim. Gəlirlərimizi qeyd edəndə imtahanda mütləq deyil ki, siz birinci qeyri-kommersiya gəliri qeyd edəsiniz, sonra kommersiya gəlirini, sonra sair gəlirləri və xərcləri. Yəni hansı daha rahatsa sizin üçün onu qeyd edirsiniz. Baxırıq burada, kommersiya gəlirimiz var bizim hazır. 30.000 veribdir. Həmin 30.000-i kommersiya gəlirində qeyd edirik. Sonra əvəzsiz alınan aktivimiz var. İlkin dəyərli nəqliyyat vasitəsi 10.000-dir. Burada biz 13-cü ilin hesabatına baxdığımıza görə bizə əlavə qeyd verib ki, burada 01.04.11-ci il tarixindən istismarda olubdur nəqliyyat vasitəsi. 10% düzxət metodu ilə amortisasiya olunub, 13-cü ildə bizə gəlibdir. İlkin dəyəri 10.000-dirsə, bu bizə gələndə hansı dəyərlə gələcək? Yəni 10.000-i biz 10%-ə vursaq, cari ilə düşən amortisasiyası 1000 manat eləyəcək, bunu da 2 ilə vursaq 2000 manat. Və 10.000-dən 2000 manatı çıxdıqda bizə qalıq dəyərlə gəlir 8000 manat. Deməli, bizim sair gəlirimiz burada 8000 olaraq əks olunacaq. Və qeyri-kommersiya gəliri, yəni büdcədən açılan pulun gəlir kimi tanınmasına baxacaq burada. Büdcədən açılan pulun gəlir kimi tanınmasında biz bilirik ki, açılan maliyyələşmənin sərf olunan hissəsidir. Açılan maliyyələşməni, yəni 250.000-dən biz çıxacaq. Bizim düsturumuz var ki, açılan maliyyələşmədən çıxılır. Kassa xərcinin qalığı, yəni 250.000-dən 247.000 çıxmışıqsa, qalıq nə qədər qalıb bizdə? 3.000. 3.000 çıxırıq buradan. Sonra qabaqcadan ödənişlərin qalığı varsa, yəni verilmiş avansım var 3400, təhdil hesab məbləğim var 2500. Çıxıram buradan 3400-ü və çıxıram 2500-ü. Baxırıq ki, nəyə bərabərdir burada? 250.000, çıxıram 3000-i, çıxırıq 3400-ü və 2500-ü. 241.100. Və əlavə olaraq burada baxırıq ki, gələcək dövrün gəliri var, əvvələ qalıq 11.000 və gələcək dövrün gəliri ilin sonuna 6.000 varımızdır. Biz bilirik ki, gələcək dövrün gəlirində azalma baş verirsə, gəlir kimi tanınır bu zaten. Yəni arada qalan fərq nə qədər azalma olubdur? 5000. Həmin 5000 isə yenə də gəlirimizin üzərinə gələcəkdir. Bu da nəyə bərabər olacaq? 246.100-ə. Yəni qeyri-kommersiya gəlirində 246.100 olaraq müəyyən etdik. Və cəmi gəlirlərimizə baxsaq, cəmi gəlirlərimiz nə qədərdir? 246.100-ün də üstünə 38.000 gəlsək, 284.100 eləyəcək. Xərclərimizə baxsaq, baxırıq ki, burada xərclərimiz tam olaraq bizə məlumatlı deyil. Çünki bizə qeyd olunur ki, burada kommersiya gəlirləri üzrə 80% işıqa xərclənibdir, cəmi xərclərində 60%-i əmək haqqıya gedibdir. Cəmi xərclərimiz nə qədərdir, bəlli deyil. Sadəcə burada material xərcimiz var bizim, 10.000 veribdir, amortisasiya xərcimiz də 7.000 olaraq veribdir. Bunları hazır olaraq bura qeyd edə bilərik. Material xərcimiz 10.000, amortisasiyamız isə 7.000 də varımızdır. Gələk əmək haqqı xərcinə. Baxırıq burada, biz ümumi olaraq gəliri tapmışıq. Bizim mənfəət hesabatında mənfəət nəyə bərabərdir? Düsturumuz var. Bərabərdir. Gəlirlər, çıxılsın, xərclər. Bizim üçün burada cədvəldə mənfəət verilibdir. Ümumi mənfəət 34.100-ümüz var. Və biz gəlirləri də tapmışıq burada. Cəmi gəlirlərimizi də tapmışıq. Bizə xərclərimiz sual altındadır. Yəni bəzi xərclər verilibdir, bəziləri isə verilməyibdir. Biz buradan xərclər nəyə bərabərdir? Düsturla tapa bilərik ki, gəlirlər, çıxılsın, mənfəət. Buradan da düstura əsasən gəlirlərimizin məbləği 284.100-dür. Buradan çıxsaq 34.100-ü bərabər olacaq bizdə neçə? 250.000 cəmi xərclərimiz olacaq. Və 250.000 cəmi xərcləri tapdıqdan sonra bizə qeyd olunan burada cəmi xərclərin 60%-in əmək haqqı təşkil edir. Yəni cəmi xərclərimiz 250.000-dir. Bu 250.000-i vursam 60%-ə hesablamanı aparsaq burada 250.000 vuraq 60%. 150.000. Əmək haqqı xərcini tapdıq ki, 150.000 oldu. Və əmək haqqı hissəsinə qeyd edirəm burada 150.000.
Qalır sayır xərclərimiz isə, sayır xərclərimizdən, yəni cəmi xərclərimiz mənim 250 min olduqdan sonra 250 mindən çıxıram 150 mini, çıxıram buradan material xərcim 10 mini və çıxacam buradan amortisasiya xərcim 7 mini, tapacam sayır xərclərimi. Yəni 250 min, çıxırıq 150 mini, çıxırıq 10 mini və çıxıram 7 mini. Bu da eləyəcək 83 min. Bunu da sayır xərclərə qeyd edirik 83 min olaraq. Və cəmi xərclərimizə baxsaq, cəmi xərclərimiz zaten 250 min qeyd edəcək burada. Və cəmi gəlirdən cəmi xərclərə çıxsaq, 284.100-dən 250 mini çıxsaq, 34.100 olaraq mənfəətimiz edəcək bizim. Və həmin 34.100 isə bizə burada cədvəldə verilmişdir ümumi olaraq. Bu cür videoların davamlı olmasını istəyirsinizsə, kanalımıza abunə olmağı unutmayın. Əlavə suallarınız olsa, şərh bölməsinə qeyd edin.